İslam dini tek Allah'a ibadet etmeye çağırır. Allah ona şərik qoşmağı qadağan eləmiştir. Biz ne peygambere, ne kabirlere, ne pirlere, ne bütlərə ibadet eləyə bilmərik. Bunun adı şirktir, Allah'a ortak koşmaktır, en büyük günahdır. Hatta biz qorxunu Allah'ta məhsurlaşdıraq diye. Siz təsəvvür eləyin, Allah'ı terk eləyib də başkalarından qorxanlar və yaxud da ibadeti başkasına sərf eləyənlərin yaşadığı bir tərzə baxın. Kimisi pendirden qorxur, kimisi duzdan qorxur, kimisi çörəkdən qorxur, kimisi pişikdən qorxur, kimisi bayquşdan qorxur, qorxur da qorxur. Çörəyə and içənlər var, çörəyi ilahlaşdıraraq. Pişik gedəndə qədərinin pis mənada dəyişdiyinə inananlar var. Bayquş gələndə öyünə bir vay gələcəyinə inananlar var. Yəni bunlar sadece misallardır. Bir insan uca olan Allah'a doğru şekilde inanmadısa, Allah'ın yarattıklarını ilahlaştırdısa, korkunu onlarda payladısa, bu insan hayatta olduğu sürece rahat şekilde, huzurlu şekilde yaşaması mümkün değil. Bu aslında Allah'tan başkasına ibadet edenlere gönderdiği en büyük belalardan biridir ki ömür boyu rahatlık tapabilmirlər.